Salam aleyküm, axşamınız xeyir olsun. Necəsiniz, nə var, nə yox? Bugünkü mövzu bu cədvəllə bağlıdır. Maaş cədvəli. Bizdə əmr olunub ki, bu ustaların önündəki pulu bu maaşın altına yazmaq. Amma onu biz dəyişiklik etsək, burada da dəyişiklik olsun. Necə olacaq? İndi başa salacaq. Excel'də right left deyə bir özəllik var. Sağ sol, sol sağ. Necə bilirsiniz? Yazmışam bura. Left sol, right sağ. Nə iş görür bunlar? Bunların biri sözün solundan götürür yazır, biri sağından götürür yazır. Məsələn, mən usta sözün bura gətirmək istəyirəm. Bərabər qoyuram. L-E yazan kimi çıxır. Left. Tabı basıram. Xananı seçirəm. Uşaqlar, xananı seçirəm. Vergül vururam. Və bura baxıram. Usta sözündə 4 hərf var. 4 ara var. Ara məsafə var. Yəni, ara məsafə ilə götürülür. 4 hərf var. Görürsünüz, usta 4 hərf. Deməli, mən bura 4 yazmalıyam. Ki, usta sözü geçsin bu tərəfə. Enteri vururam. Görürsünüz, usta sözü gəldi, bu tərəfə keçdi. Və bunun hamısını belə vursam, hamısına eyni olduğu kimi yazılır. Dala qaydıram. Çünki mənə bunun bura keçməsi əmr olunub. Pulun burası keçməsi, maaşın bura keçməsi əmr olunub. Və mən bunun üçün sağ özəlliyi istifadə eləməliyəm. Right. Yazsaq gəlir. Və tab vururuq. Uşaqlar tab vurduq. Və hesablayırıq. 600 azin. 1, 2, 3, 4, 5, 6 dənə biz yazı və hərf görürük. Rəqəm və hərf. 6 yazarsaq səhv olacaq. Çünki birini unuduruq. Burada məsafə, ara məsafəni unuduruq. O da sayılır. Ara məsafələr də sayılır. Məsəl üçün, mən bura gördüyümü 6 rəqəmini yazsam, həvər seçirik bunu. 6 rəqəmini yazsam uşaqlar, baxın, azin 2-0 gətirdi, 6 yaddan çıxdı. Çünki burada arada bir dənə də məsafə var, o da sayılır. Onun üçün bura uşaqlar 6 deyil, 7 yazmalıyıq. 7 yazmalıyıq uşaqlar. 7 yazarsaq, görürsünüz 600 azin gəldi bura. Burada 2 dəfə bir də toxunsaq, bütün maaşlar gələr bura. İndi bizə əmr olunub ki, bunların hamısını, məsələn, uşaqlar, burada mən bunu dəyişsəm, 600 azini mən, məsələn, bunun maaşı bu gün düşdü, oldu 400 azin. Bax, burada da dəyişir. Bunun maaşı, məsəl üçün, oldu 700 azin, burada da dəyişəcək. İndi mən nə eləmək istəyirəm? Buradan belə bir şey açıb, yox, belə yox. Buradan açsam. Mən indi hesablamaq üçün mən azinləri yox, bu rəqəmləri bu tərəfə keçirtməliyəm. Sollu keçirtməliyəm. Left. Bərabər qoyuram uşaqlar. L-E yazan kimi gəlir uşaqlar. Left. Tabı vururam, xananı seçirəm, vergül vururam və bura 3, 400. 3 rəqəm. 3 yazıb vururam, görürsünüz 400. 400-ü belə vururam, görürsünüz uşaqlar hamısı gəldi. İndi mən opşi hesaba vurmaq istəyirəm. Müdür deyir ki, opşi bu ay nə qədər pul veriləcək? Bunu bir plus da vura bilərəm. Çox vaxtımı alar. Məsəl üçün, onu da göstərim. Daha aydın olsun. Məsəl üçün, mən buradan vura bilərəm. Bunu, yox, bərabər qoymadım.
bərabər vuraram. 400 plus 700 plus 600 plus 800 900 750 hamısının arasına plus koyuram. Gördünüz uşaqlar. Axıncıya plus ehtiyac yoxdur, axıncı. Bərabərə vururam. Opşi 6510 manat. Bu biraz vaxt apardı, gördünüz. Vaxta qənaət üçün uşaqlar. Bilmirəm, köhnələrdə var, bilmirəm. Yeni Excel'lərdə bu işləyir. Bərabər vururam. Bura su yazsam çıxır. Summa. Sum. Görürsünüz bu da. Summa yəni. Buradan belə tuturam. İşarətləyirəm. Gördünüz. Hamısını işarətlədim. Belə vursam, bunda yoxdur. Bunda o özelliyi yoxdur. Məsələn, bunda köhnə versiyadır. Məsələn, mən uşaqlar onu da göstəreyim. Görürsünüz. Mən bunu pozdum. Pozum. Nə demək istədiyimi başa düşəcəm, çalacam sizə. 5, 5, 85, 56. Belə olanda yazır. Baxın. Bərabər sum yazsam çıxacaq summa. Hamısına işarətləsəm. Gördünüz. Opşi summanı verir. Nəysə. Önünüzə yaxşı baxın. Allaha əmanət olun. Salamat olun. Çox sağ olun.